Burada vəziyyət bir o qədər də ürəkaçan deyil, hər tərəf narkomanlardır. Burada belələrinə çox rast gəlmək olar. Əlindəki nədir? Əlimdəki narkotikdir. Uşaqlar gətirmişlər, dedim bir soxum görüm nə olur. Sizcə bu narkomanları necə yığışdırmaq olar? Məncə mübarizəni daha da genişləndirmək, kəskinləşdirmək lazımdır. Düzdür, dövlət bu işdə çox işlər görür və çalışırlar ki, narkotik və narkomanları azaltsınlar. Amma hələ ki bacarmırlar. Onların düşüncəsi ilə ancaq bu işlə Nail Kəmərli məşğul olsa, mütləq biz inanırıq ki, bizdə narkotik və narkomanlar azalar və bununla da Amerika xoşbəxt olar. Nəyə gəlirsiniz? Siz də narkomansınız, nəyə gəlir? Mən sizin qapıyı tanımıram. Vəziyyətin necə acınacaqlı olduğunu, vəziyyətin nə yerə gəlib çatdığını siz də şahid oldunuz. Hər yer narkomanlardır, hər yer narkotikdir. Vəziyyət çox pisdir. Onların ümidi yalnız və yalnız Nail Kəmərliyədir və onlar inanır ki, bu işi Nail Kəmərli yoluna qoya bilər.